Xəzər dənizində baş verən hadisə nəticəsində həyatını itirən və meyidi tapılan Bakı şəhəri Ələt qəsəbəsinin sakini 1958-ci il təvəllüdlü İlham Əli Hüseynoğlu Qafarovla vida mərasimi olub. Azneft İstehsalat Birliyinin Nəriman Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı neft yığım məntəqəsinin əmtə operatoru İlham Qafarov ötən gün doğulduğu Hacıqabul rayonunun Atbulaq kənd qəbristanlığında torpağa tapşırılıb. Axırıncı gün 12-nin yarısı idi, mənə zəng vurdu. Dedi, bəs Davud, özünüzdə mığiyyət olun, güclü küləklər veriblər. Həmişə bizə də daimən dispetçer tərəfdən məlumat gəlir ki, işə gedəndə, iş başına orada, quyu tərəfə gedəndə 2 nəfər gedir, tək-tək olmaz. Yəni biz o dediklərini əməl edirik, hamısını eləmişik. Səhər-səhər saat 5 idi, baxdım, onların demək olduğu yer görükür. Baxdım görüm ki, orada işığı yoxdur. Tamam, hava işıqlarından sonra mənə zəng gəldi ki, həmin orada estaqadla uşaqlar ki, bəs Davud, sən bəs qardaşın işlədiyi yer uçub. Dəfn mərasimində SOCAR rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Cəbr Məmmədov, Səs TV, Hacıqabul.